O məşhur mahnı var, İntizar. Sizə onun tarixçəsindən danışacağım. Mahnının çox maraqlı bir tarixçəsi var. Deməli, 1978-ci ildə Nüşabə Muradova elə oktyabr-noyabr aylarında evdə olanda anidən bir musiqi bəstələyir. Amma musiqi mətn tapa bilmir. Mətnin tapılmasında onun keçmiş tələbə yoldaşı Tərana Vəlizadə köməkli idi. Tərana Vəlizadə Nüşabə Muradovanı digər rəfiqəsi olan Südabə Şəfa ilə tanış edir və beləcə mahnı sözlərinə qovuşur. Mahnı efirə yayımlanmamışdan öncə Bədii Şuradan senzuradan keçməli idi. Bədii Şura bu mahnını məqbul bilmir. Düşünür ki, mahnının musiqisi vals janrında olduğuna görə Avropa mahnısına bənzəyir. Sözlərində isə həsrət, sevgi var. Sovet insanı bu qədər yanğılı mahnı oxumamalıdır. Amma Bədii Şurada olan Şövkət Ələkbərova, Elmira Abbasova mahnını bəyənir və mahnı təsdiqlənir. Mahnının kim oxusa yaxşıdır Bədii Şuranın qarşısında? Tərana Vəlizadə və onu müşahidə edir Nüşabə Muradova. Mahnını ilk dəfə Tərana Vəlizadə oxusa da efirə Elmira Rəhimovanın ifasında yayımlanır. Mahnı ilk çıxdığı gündən böyük rəğbətlə qarşılanır. Müxtəlif dövrlərdə mahnı müxtəlif sənətkarlar tərəfindən ifa olunur. Gəlin o möhtəşəm mahnını elə Elmira Rəhimovanın ifasında birlikdə dinləyək. Məndən dönsən, ay ayın günəşi